Avstraliyalı gənc milyoner Ali Banat 2018-ci ilin Ramazan ayında 33 yaşında vəfat edib. Gənc uğurlu iş adamı 29 yaşına qədər dəbdəbəli həyat tərzi sürüb. Hətta öz avtomobil kolleksiyasına qiyməti $600.000 olan Ferrari Spider də alıb əlavə edib. Qarderobu isə Louis Vuitton kimi aparıcı brendlərlə dolu olub. Lakin ölümündən 3 il əvvəl Əliyə xərçəngin ən dəhşətli növünün diaqnozu qoyulub. Həkimlər ona 7 ay ömür təyin etsələr də, Allah Subhanahu və Teala onun ömrünü biraz daha uzadıb. Belə ki, o qalan ömrünü xeyriyyə layihələrinə həsr edib və bütün pullarını xeyriyyə fondlarına xərcləyib. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Siz bu videonu izləyirsinizsə, deməli mən artıq ölmüşəm, əlhəmdülillah. Amma ölmədən öncə bacı qardaşlarıma xatırlatma etmək istədim. Ey mənim müsəlman bacı və qardaşlarım, görürsünüz, mən bu dünyada çoxlarının arzu etdiyi həyata sahib idim. Avtomobillərim, brend paltarlarım, pulum var idi. Subhanallah, əlhəmdülillah. Lakin bunların heç biri məni xəstəlikdən, ölümdən xilas edə bilmədi. Əlhəmdülillah. Mən xəstə yatanda qardaşlar mənə deyirdilər ki, narahat olma, sən cənnətliksən. Cəmiyyət üçün, ümmət üçün o qədər çox şey etmisən ki. Subhanallah. Amma mən dərk edirəm ki, Rəbbimizin bizə verdiyi nemətlər qarşısında mənim etdiklərim heç bir toz zərrəsi belə deyil. Məsələn, səhər oyanıb, heç kəsin köməyi olmadan ayağı yoluna gedib təbii ehtiyacını ödəyə bilmək. Subhanallah. Son günlərdə mən bundan da məhrum oldum. Əlhəmdülillah. Bilirsinizmi qardaşlar, hər kəsə öləcəyi vaxtı bilmək nəsib olmur. Çoxu vaxtı insanlar qəflətən ölürlər. Avtomobil qəzalarında, ürək çatışmamazlığından, kimiləri narkotik peridozundan, kimiləri isə klublarda sərxoş halda ölürlər. Yəni, əziz bacı və qardaşlarım, harda olursanız olun, ölüm sizə gələcəkdir. Hələ ki sağsınız, nə qədər ki pis bir xəstəlik xəbərini almamısınız, çalışın həyatınızı yaxşıya doğru dəyişin. Zamanınızı boşa israf etməyin, Rəbbinizə qayıdın, axirətiniz üçün çalışın. Əziz bacı və qardaşlarım, hələ ki sağsınız, hələ ki bu dünyadasınız. Qarşınıza bir məqsəd qoyun, bir xeyriyyə layihəsi təşkil edin, onun üstündə çalışın, ya da artıq aktiv layihələrə qoşulub onlara yardım edin. Yəni nə isə edin də boş oturmayın. Vallahi xeyirxah əməllərə qəbirdə çox ehtiyacınız olacaq. Dünya üçün qaçan bacı qardaşlarıma demək istəyirəm ki, çalışın, qəbirə girəcəyiniz o gün üçün azuqə toplayın. Vallahi bu zarafat deyil. Vallahi bu oyun deyil. Ölüm bu videonu izləyən hər kəsə gələcək. Siz də qəbrə girəcəksiniz. Əlinizdən başqa heç nə gəlmirsə də, çalışın heç deyilsə insanlara dəvət edin. İnsanları İslama, Allahın dininə çağırın. Çünki sonra sizin xeyrə vəsilə olub İslama çağırdığınız insanların namaza başlatdığı hər kəsdən sizə də mükafat çatacaq. İnşallah. Allah üçün xərclədiyiniz hər qəpiyin də izini qəbirdə tapacaqsınız inşallah. Əlhəmdülillah. Cazakallahu xayran. Barakallahu fikum. Vallahi bu mənim sizə nəsihətimdir, əziz bacı və qardaşlarım. Gec olmadan tövbə edin. Allah Subhanahu və Teala'nın dininə qayıdın. Hələ ki sağsınız, Rəbbinizə yalvarın, bağışlanma diləyin. Subhanallah. Vallahi qardaşlarım, mən də sizin kimi gəzirdim, heç nədən xəbərsiz yaşayırdım. Bugün isə xəstəxana yatağında uzanmışam. Subhanallah. Dünyanın dörd bir tərəfində əzab-ı əziyyətdən əziyyət çəkən müsəlman bacı qardaşlarımız üçün dua etməyi də unutmayın. Rəbbim sizi xeyirlə mükafatlandırsın. Esselamu aleykum və rəhmətullah. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Əziz bacı və qardaşlarım, əgər bu günə qədər kiminsə qəlbini qırmışamsa, Rəbbim məni əff etsin. Siz də haqqınızı halal edin. Əlhəmdülillah, mən yatmışdım. Oyananda gördüm ki, ağzımdan qan gəlib. Deyəsən vaxtım da lap az qalıb. Rəbbim məni əff etsin. Əziz bacı və qardaşlarım, ölümü unutmayın. Ölüm mələyi sizin canınızı almaq üçün də gələcək. O gün üçün hazırlıq görün, azuqə toplayın, əli boş getməyin. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Allahdan qardaşımız üçün rəhmət diləyirik. Rəbbim günahlarını əfv etsin və Firdavs cənnəti ilə sevindirsin. Allahumma amin.